qiyməti verdikdən sonra yox qalırıq. Bu ən aktual dövrümüzün məsələlərindən biridir. Bilavasitə yaxud da birbaşa yox cavabı qiymət bahadır. Qiymət ümumiyyətlə yəqin bilirsiniz də bahalıq nisbi anlayışıdır. Baxır nə ilə müqayisədə bahadır. Ucuzluq da həmçinin belədir. Çox vaxt satıcılar müştəridən qiymət bahadır cavabını alandan sonra arqument göstərməyə çalışırlar. Deyirlər ki, çünki burada filan materialdan istifadə eləmişik, çünki filan texniki göstəricilərimiz var, filan mühəndislik həllərimiz var və s. Axır. Biz çünki deyib davamını gətirəndə qiymətin baha olduğunu sadəcə təsdiqləmiş oluruq. Və biz deyik ki, bəli, bahadır, çünki bax, bunlar var, ona görə bahadır da, mən nə edə bilərəm. Burada biraz yanaşmamızı dəyişsək, biz öyrənməyə çalışsaq ki, müştəri onun nə ilə müqayisə edib baha deyir, oradan yola çıxsaq daha yaxşı nəticə verəcək. Çünki bizim qiymətimiz baha deyil, bizim qiymətimiz o həll nisbətində də belə deyək də balanslaşıb ona uyğun. Nə ilə müqayisə edirsiniz, nəyə əsasən bahadır? Ola bilər rəqib firma ilə sizin qiyməti müqayisə edir. Ola bilər hansı